xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzacanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 7B sinif şagirdi Əhmədzadə Leyla. Efimizin bugünkü mövzusu Beynəlxalq Sülh içində birgə yaşayış gününün yaranma tarixinə təsadüf edir. BMT Baş Assambleyası 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə 16 may tarixini Beynəlxalq Sülh içində birgə yaşayış günü elan edib. Əsas məqsəd beynəlxalq icmaların yerdə insanlar arasında sülhün, dözümlülüyün, birliyin qarşılıqlı alınmasını və həmrəyliyin təşviqinə yönələn fəaliyyətlərin gündəmdə saxlanılmasıdır. Sülh içində birgə yaşayış müxtəlifliklərini etiraf etmək, başqalarını dinləmək, anlamaq, hörmət qoymaq və dəyərləndirmək, həmçinin dünyada sülh və həmrəyliyin şəraitində yaşamaq, bacarıqlarının təşviqini nəzərdə tutur. Beynəlxalq formatda sülhün içində birgə yaşayış müxtəlif ictimai quruluşa, mədəniyyətə, tarixə, ənənələrə malik dövlətlər arasında münasibətlərin bir növüdür və ölkələr arasında münaqişəli məsələlərin həllinə müharibədən imtina edib, onları yalnız danışıqlar yolu ilə həll etməyi, həmçinin beynəlxalq hüquqi sənədlər təsdiqlənmiş digər prinsipə riayət olunmasını özünə ehtiva edir. Birləşmiş Millətlər Təşkilatının 2-ci Dünya Müharibəsindən sonra məhz gələcək nəsilləri fəlakətlərdən və yeni müharibə ehtimallarından qorumaq məqsədi yaradılıb. Təşkilatın fəaliyyəti qlobal iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli problemlərin həllinə, beynəlxalq əməkdaşlığın qurulmasına, həmçinin dilində, irqindən, cinsindən asılı olmayaraq insanların əsas və azadlığından qorunmasının təşviqindən ibarətdir. Hələ 1997-ci ildə Baş Assambleya 2000-ci il Beynəlxalq Sülh Mədəniyyət ili elan edib. Növbəti 2001-2010-cu illəri əhatə edən dövr isə dünya uşaqlarının maraqları naminə beynəlxalq sülh mədəniyyətinin və təcavüzünə qarşı 10 illik kimi keçirilir. 1999-cu il oktyabrın Baş Assambleya Sülh Mədəniyyət üzrə fəaliyyət proqramı və deklarasiya qəbul edilib ki, bunlar da sözü gedən məqsədlərin təşviqini nəzərdə tutur. Bugün beynəlxalq sülh içində birgə yaşayış günü BMT-nin 5 üzvü dövlətlər, BMT sisteminə olan təşkilatlara və digər beynəlxalq və ictimai təşkilatlara özəl şəxslər bu tarixi mədəniyyəti ənənələrinə və pandemiya dövrünə uyğun şəraitdə yerli, milli və ya regional adətlər çərçivəsində maarifləndirici, eyni zamanda ictimaiyyətin məlumatdarlığının artırılmasına yönəldilən tədbirlərin qeyd etməyə çağırır. Beynəlxalq sülhdə birgə yaşamaq gününün dözümlülüyün, anlaşılmanın və həmrəyliyin təşviq edilməsi üçün beynəlxalq birliyin səyahələrini mütəmadi olaraq səfərbər etmək, ayrı-ayrılıqda müxtəliflikləri birləşdirərək birlikdə yaşamaq və hərəkət etmək istəyən bağlılığını ifadə etmək üçün bir vasitə təşkil etdiyini, davamlı sülh bağlılığını ifadə etmək üçün bir vasitə təşkil etdiyini, davamlı sülh həmrəyliyin və harmoniya dünyasını qurmaq məqsədi ilə təsis olunduğunu vurğulayır. Bütün dövlətləri Birləşmiş Millətlər Təşkilat sisteminə daxil olan təşkilatları və digər beynəlxalq və regional təşkilatları, habelə vətəndaş cəmiyyətlərinin, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı şəxslərin beynəlxalq sülh içində birgə yaşamaq gününü yerli, milli və regional cəmiyyətlərin mədəniyyətini digər vəziyyət və şərtlərinə uyğun olaraq təhsil və ictimai maarifləndirmə işləri vasitəsilə həyata keçirməyə dəvət edir. Bu beynəlxalq gün bütövlükdə bəşəriyyətin sülh içində yaşaya bilməsi üçün birlikdə yaşadığını yaxşılaşdırmaq yollarını və konkret hərəkətləri birlikdə düşünmək, hər miqyasda əhali, dinc və davamlı bir mühit əldə etməyə imkan verir. UNESCO və bütövlükdə BMT gündəlik olaraq insanlara sülhdə əldə etmək üçün, vasitə ilə təmin etmək üçün səy göstərir. Dünyada iqtisadi cəhətdən nə qədər güclü olsa da, heç bir dövlət öz ərazisini, mədəni tələbatını, dünyaya mədəniyyətin tarixini irsinə qoşulmaqdan təmin edə bilməz. Mədəni mübadilələrə rəqabət və əməkdaşlıq şəklində özünü göstərir. Efimizin dəyərli dinləyiciləri, həftənin sonuncu buraxılışımızı yekunlaşdırdıq.
Növbəti həftələrdə görüşənədək sağ olun, salamat qalın.